Sıyıq dolu küpə. Bir zamanlar anası ilə birlikdə kasıb, Allaha inanan qızcığaz yaşayırdı. Gün gəldi, onların yeməyə heç nəyi olmadı. Bu zaman qız meşəyə getdi. Meşədə onun dərdini əvvəlcədən bilən qoca qarıya rast gəldi. Qarı qızcığaza sehirli sıyıq bişirə bilən küpə bağışladı. Küpəyə küpə bişir dedikdə o dərhal şirin dadlı sıyıq bişirməyə başlayırdı. Küpə yetər dedikdə isə küpə bişirməyi o anda dayandırırdı. İndi onların doyunca şirin sıyığı var idi. Onlar aclıqdan və kasıbçılıqdan qurtulmuşdular. Bir gün qızcığaz evdə olmayanda anası küpə bişir deyə əmr edir. Sıyıq bişir, ana yeyib doyur. Lakin küpəni dayandırmaq üçün deyilən sihirli sözcükləri unudur. Sıyıq hey bişir, bişir və daşır. Öz evləri, qonşunun evi və bütün küçə sıyıq ilə dolur. Sanki küpə bütün dünyanı sıyıq ilə doldurmaq istəyir. Nəhayət bütün kəndi sıyıq ilə dolmamış yalnız bircə ev qaldıqda qız evə qayıtdı. Və küpə yetər dedikdə o bişirməyi dayandırdı. Küpə o qədər sıyığı bişirmişdi ki, hətta kimsə kənddə şəhərə getmək lazım gedirsə, o sıyığı yolun bir qırağında yeyib özünə yol açmalı idi.